Salam, hər vaxtın xeyir olsun. Bu dərsdə mən sənə test tam olaraq nədir? Nə qədər müddətli açılmalıdır? Test bitəndən sonra nə etmək lazımdır və örnək bir test strategiyası bölüşəcəm. Bu videonu diqqətlə dinləsən artıq sənin testlə bağlı bir ağlında sual qalmayacaq və tam olaraq nə etməli olduğunu biləcəksən. Təbii ki, bu dərsi mən saatlarla danışa bilərəm, amma bacara bildiyim qədər qısa, lazım olan məlumatları ötürəcəm sizə. Və bu dərsin davamları da gələcək. Sadəcə bu bir başlanğıcıdır. Bunu diqqətlə dinləsən, öyrənsən, bundan sonra daha rahat bu işin üstündə işləyə biləcəksən. İlk növbədə test tam olaraq nədir? Özünü bir elm adamı kimi düşünməlisən. Bir eksperiment aparırsan və eksperiment nəticəsində bir nəticə əldə edirsən. Və bu nəticəyə görə də bir hərəkət edirsən. Yəni əslində test bu reklamı açdım, inşallah tutar tutmazsa dəyişərəm məntiqində deyil də, bu reklamı açdım. Bu reklamı mən niyə açdım? Nəticəsində nə öyrənəcəm? Öyrəndiyim nəticəyə görə hansı addım atacağam? Bu mentalitetlə açılmalıdır və bu mentalitetlə irəlilənməlidir. İndi mən bunu növbəti dəqiqələrdə tam olaraq izah eləyəcəm nə demək istədiyimi, daha rahat anlayacaqsınız. Amma bunu bir dənə bilməlisiniz ki, hər bir testin bir məqsədi olmalıdır. Elm adamı kimi olduğunuzu düşünməlisiniz və ona görə addımlar atmalısınız. Və bu açdığımız testin bir müddəti olmalıdır. Bu müddət çox dəyişkəndir. Amma bir formul istəsəz məndən, belə bir formul verə bilərəm. Ya 3-7 gün boyunca reklam getsin, dolların fərqi yoxdur. Ya da ki 50 dönüşüm əldə edə biləcək qədər dollar xərclənsin. Yəni əgər sənin vaxtın yoxdursa, amma pulun çoxdursa, bu zaman yüksək büdcə ilə girib 50 dönüşüm alandan sonra reklamın nəticələrini analiz edə bilərsən. Nəyə görə optimizasiya edirsənsə, ona görə 50 dönüşümdən gedir söhbət. Məsələn, əgər sən mesaj reklama qoyursansa, bax 50 dənə mesaj gələndən sonra hə artıq o test bitmiş sayılır. Və yaxud 3-7 gün və yaxud başa-baş nöqtəsinə. İndi başa-baş nədir? Başa-baş odur ki, məsələn, məhsulun satış qiyməti 100 manatdır. Onda sən 100 manat ona xərcləyirsən ki, o reklama ki, görəsən 100 manat satış gələcək, yoxsa yox, ondan sonra qərar verirsən. Yəni bu test müddəti tamamilə səndən asılı olan bir prosesdir. Amma bir açar verəsi olsa, bunu deyə bilərəm ki, məncə, mənim fikrimcə, test müddəti kreativin hazırlanma sürəti ilə bağlıdır. Əgər sən 2 gündən bir dənə reklam hazırlaya bilirsənsə, sənin test müddətin 2 gün ola bilər. Əgər sən həftədə bir dənə kreativ hazırlaya bilirsənsə, sənin test müddətin həftədə bir dəfə də ola bilər. Sən əgər gün ərzində bir dənə kreativ hazırlaya bilirsənsə, sənin bir reklamın ömrü 1 gün də ola bilər. Yəni bu tamamilə sənin kreativ hazırlama sürətindən asılıdır. Mən burada bu formulu tətbiq edirəm, amma 3-7 gün arası 50 dönüşüm də istifadə oluna bilər və yaxud başa-baş nöqtəsi, 2x başa-baş nöqtəsi və yaxud yarım başa-baş nöqtəsi də istifadə oluna bilər. Tamamilə bu sənin strategiyandan asılıdır. Testi müəyyən elədik. Reklamı qoşduq. Bir həftə getdi və bir nəticə əlimizə gəldi. Bu nəticəyə əsasən nə etmək lazımdır? Ümumiyyətlə birinci növbədə sizin bir planınız olmalıdır. Yəni bu reklam effekt verər, verməz deyə bir plan qurmaq düzgün deyil. Qabaqcadan bir planınız olmalıdır. Bu şeylər test olunacaq. Bu şey test olundan sonra bu şey test olunacaq. Bu şey test olunacaq. Bu formada bir spesik tutmalısınız və spesiki bir həll eləməlisiniz. Nümunə verəcəm onsuz da, narahat olmayın bu barədə. Əgər qarışıq gəlsə, sadəcə dediklərimi anlamaya çalışın. Və test bitdikdən sonra isə üzərində düşünmək lazımdır. Və bu düşüncələrə qeyd etməlisən. Bu reklam niyə nəticə verdi? Əgər nəticə verdisə, arxa plan mı yaxşı idi, danışan model mi yaxşı danışırdı, yoxsa modelin siması mı yaxşı idi, yoxsa mətn mi əla mətn idi, giriş mi yaxşı giriş idi, məhsul mu gözəl məhsul idi? Yəni tam olaraq bu reklam niyə tutdu? Bu barədə baş sındırmalısınız və bu aldığınız komponentləri digər reklamlarda test edib effektini yoxlamalısınız ki, hə, məsələn model yaxşı idisə, modeli başqa reklama test ediniz, gördünüz reklam pis nəticə verdi. Deməli, buradan reklamda əsas məsələ model deyildi. Mətni götürdünüz, başqa bir modellə çəkdiniz, gördünüz ki, hə, yenə yaxşı effekt verdi. Deməli, burada mətn əlaməti idi. Bu səfər mətni eyni saxlayırsınız, modelləri dəyişirsiniz, görəsiniz daha yaxşı necə nəticə əldə edə bilərəm. Bu kimisindən bir nəticə çıxarmaq lazımdır və bu formada irəliləmək lazımdır. Örnək olaraq mən səninlə bir strategiya bölüşmək istəyirəm. Tutaq ki, sən ayaqqabı satan bir firmasan və yaxud bir markasan və test prosesinə başlamaq istəyirsən, necə bir yol izləməlisən, mən bunu sənə açıq göstərəcəm. İlk növbədə sən ayaqqabı mağazası olduğunu, səndə onlarla çeşid var. Onlarla kitlə var. Yəni klassik ayaqqabı sevən biri ilə
gündəlik sport ayaqqabı sevən biri eyni olmayacaq. Onlar əslində ayrı-ayrı kitlələrdə ayrı-ayrı reklam olunmalıdır, ayrı-ayrı sözlərlə, ayrı-ayrı modellərlə təqdim edilməlidir. Ona görə ilk növbədə sənin test etməli olduğun funkt budur ki, hansı ayaqqabıya daha çox tələbat var? Sport ayaqqabıya mı tələbat var? Klassik ayaqqabıya mı tələbat var? Dağ ayaqqabısına mı tələbat var? Başqa bir ayaqqabıya mı tələbat var? Tam olaraq bunu anlamalısan. Ona görə məsəl üçün tutaq ki, bir həftəlik bir test müddəti başladırsan və hər kampaniyaya, hər üzr istəyirəm, reklam setinə $5 civarında və yaxud $4 civarında bir büdcə ayırırsan və bir həftə boyunca reklamlar gedir. Bir həftənin sonunda görürsən ki, sport ayaqqabıya məsəl üçün 10 satış gəldi, klassik ayaqqabı 20 satış gəldi, dağ ayaqqabısına 5 satış gəldi və onu anlamış oldun ki, Azərbaycanda dağ ayaqqabısına o qədər yüksək tələbat yoxdur. Hamısı eyni büdcə xərclədiyim təqdirdə klassik ayaqqabıya daha çox satış gəldi. Deməli mənim kitləm klassik ayaqqabı sevən kitlədir və yaxud ən azından buradan başlaya bilərəm. Çünki bizim ilk məqsədimiz xeyirdə olmaqdır. Yəni xeyirdə olmaq üçün tutan bir şey üzərindən yapışmalıyıq ki, bizə birinci maddi bir gəlir əldə olunsun. O maddi gəliri qazanandan sonra sən onsuz da istədiyin vaxt başqa sahələrdə test edə bilərsən, sport ayaqqabıya daha dərindən girə bilərsən, bəlkə orada tuta bilərdin. Amma dediyim kimi, burada önəmli olan ilk növbədə bizim ilk satışlarımızı, ilk gəlirimizi əldə etməkdir və yaxud tutan bir gəlir əldə etməkdir. Ona görə də nə etdik? Klassik ayaqqabının olduğunu gördük. Bir həftə test müddətimiz bitdi və bildik ki, artıq bu testin nəticəsində klassik ayaqqabı daha çox sevilir. Amma başqa cür olacaq idi. 10 dənə reklam qoyacaq idin. Verəcəydin, Allahım, ya Rəbbim, nə olar satış gəlsin. Gəlməyəcəkdi və yaxud gələcəkdi, nəyə görə gəldi, nəyə görə gəlməyəcək, bilmirsən elə. Bu satış mən bunu $20 qoyum getsin. O da bitəndən sonra bilməyəcəkdin nə edəcəksən. Amma indi artıq bilirsən ki, bir həftənin sonunda sənin kateqoriyanda, yəni ayaqqabı sektorunda klassik ayaqqabıya daha çox tələbat var. Bundan sonraki bəs mərhələ nə olacaq? Bundan sonraki mərhələdə isə o klassik ayaqqabını hansı tərəflərdən göstərə bilərik? Mən düşünürəm və bədahətən ağlıma gəlir ki, toylarda klassik ayaqqabı geyinilir və yaxud lüks məkanlarda və yaxud çayxana deyirlər, kafelərdə və yaxud restoranlarda əslən klassik ayaqqabı geyinilir ki, oranın ortamına daha çox uyğundur bu geyim stili. Və nə edirsən? O ayaqqabıları, hansı ki ayaqqabı modellərin var, o açılardan göstərməyə, o baxış bucaqlarından göstərməyə çalışırsan. Toyda bir modellə istifadə edirsən və ya arxa planı toy olan bir səhnə qoyursan, ayaqqabını təqdim edirsən və yaxud arxa planı restoran olan bir yer qoyursan, ayaqqabını təqdim edirsən və yaxud model restoranda ayaqqabı ilə gəzir, ayaqqabını təqdim edir. Bildin nə demək istəyirəm? Yəni hansı baxış bucaqlarından tapa bilirsənsə, hamısından test etməlisən ki, bu ayaqqabı hansı ilə birləşəndə daha yaxşı nəticə gətirir. Bu formada irəliləyə bilərsən. Hətta belə bir şey də eləmək olar. Klassik ayaqqabıların növlərini ayırırsan. Məsələn, əlində 20 çeşid, 30 çeşid klassik ayaqqabı var. İlk növbədə onları test edirsən. Onların hamısını reklama qoyursan. Görürsən ki, o 20 çeşiddən ən yaxşı 5 çeşid reaksiya aldı. 5 çeşiddən reklam gəlir. O 5 çeşiddə qoyursan testdə. Aralarından ən yaxşı birini seçirsən, sonra birini seçəndən sonra onun bu konseptlərlə sınayırsan və s. və s. və s. Yəni bu bölündükcə bölünür. Təməl olaraq mənim demək istədiyim odur ki, sən anlamalısan ki, test olunanda bir məqsəd əsasında test olunmalıdır. Bir suala cavab tapmaq üçün test olunmalıdır. Bu zaman itirdiyin büdcə belə sənin yararınadır ki, nəsə öyrənmiş oldun. Yəni uğursuzluq da əslində bir yerdən sonra uğura xidmət edən bir prosesdir. Yəni belə. Örnək olaraq da bunu göstərdim mən sənə. Bunu hər şeyə xitab eləyə bilərsən, təkcə ayaqqabıya yox, xidmətlərə də xitab eləyə bilərsən, başqa məhsullara da xitab eləyə bilərsən, tur paketlərinə də xitab eləyə bilərsən, fərqi yoxdur. Bu limitsiz bir sürətdir. Yəni məsəl üçün tutaq ki, konsepti tapdın, ondan sonra deyirsən ki, şəkilimi test eləyim, videomu test eləyim, statikmi test eləyim, statik tapandan sonra ki, statik tutdu da, yəni adi şəkil tutdu. Sonra deyirsən ki, arxa plan belə eləyim, yazını belə eləyim. Yəni bu bölünə gedir. Yəni burada bir limit yoxdur. Təbii ki, bəs sual yaranır. Mən nə qədər bir ayaqqabıdan yapışıb dibinə qədər gedəcəm? Burada bir formul var, amma təbii ki, bu iləri zamanlarda sənə lazım olacaq. 40% tutan reklamın fərqli tərzi hazırlanır. Məsəl üçün tutaq ki, burada hər şey eynidir, modeli dəyişirsən, hər şey eyni qalır, bir dənə model dəyişir. Bu 40%. Arxa planı dəyişirsən, yəni ciddi bir dəyişiklik eləyirsən, tərzi dəyişirsən, bu olur o biri 40%. 20% də ki, yepyeni bir reklam yoxlayırsan. Yəni bu formada irəliləyə bilərsən, qarışıq gələ bilərsən də buralar.
Yəni o qədər önəmli bir yer deyil, amma yəni gələcəkdə daha detallı bir izah eləyərəm bu barədə nümunələrlə. Amma elə ki bunu bilməyin kifayətdir ki, tutanın üzərində irəlilə, tutandan yapış və daha da tutturmağın yolunu axtar. Bu. İndi mən sənə bunu Ads Manager üzərindən necə tətbiq edə biləcəyini göstərəcəm. Sadəcə reklam quraşdıraraq da, yəni hansı setdə nə qədər olmalıdır, reklama necə hazırlamalı və s. bu tərzdə. Açaq bir dənə reklam hesabımızı və onun üzərindən izah edeyim. Oluşdur deyirik. Buradan etkiləşmə deyə bilərsiniz, satış deyə bilərsiniz. Tamamilə sizdən asılıdır. Mən etkiləşimi sevirəm. Çünki danışaraq satacağıma inanıram. Satışa daha belə konkret insanlar yazır, orası da var. Buradan bunu bağlayırıq. Çox da detallarına enməyə ehtiyac yoxdur. Sadəcə ümumi izah eləsəm məncə kifayətdir. Məncə detallara girməyim. Deməli nə edirik? Birinci növbədə bir dənə kampanyanız olmalıdır. Yəni sadə olmalı var üstüz. Yəni 10 dənə kampanya açım, 20 dənə kampanya açım. Bu çox yorucu bir prosesdir. Kampanya məsələn adını qoyuruq. Şirkətimizin adı olsun. Məsəl üçün ayaqqabı şirkətidir bizdən. Daha sonra içində setlər var, düzdür? Biz birinci nəyi test edirik? Biz birinci test edirik ayaqqabılarımızdan hansı tip ayaqqabılar effekt verəcək, düzdür? Çoxaldırıq bunları. Nə edirik? 3 dənə məsələn bizim setimiz var. Məsələn birinci setimiz olsun sport, ikinci setimiz olsun klassik, üçüncüsü isə olsun dağ ayaqqabısı. Düzdür, 3 dənə açdıq. Daha sonra gəlirik bunun içində nə qədər spor ayaqqabımız var, hamısını yığırıq. Çeşid-çeşid, yəni səhifədə paylaşdığımız, yeni çəkəcəyimiz fərqi yoxdur. Burada yenisində yığırıq. Yəni bu formada doldururuq reklamları. Yəni 5 dənə, 10 dənə, 15 dənə, 20 dənə. Bu formada doldurduqmu? Əla. Hamısını qoyduq reklama, bir həftə keçdi üstündən. Və gördük ki, klassik ayaqqabı yaxşı nəticə verdi. Bununla bunu bağlayırıq. Amma testə yenə davam edirik. Bu dəfə nə edirik? Bu burada olduğu kimi qalır. Çünki effekt verib, effekt verən reklam bağlamayın heç vaxt. Yenisini açırıq. Bu dəfə bunun adı olur. Bunun adı olur. Məsəl üçün klassik ayaqqabılardan model 1. Modelləri test edirik də, ayaqqabı modellərini test edirik. Daha sonra model 2 yazırıq. Məsəl üçün ikinci həftədən gedir söhbət. Bu formada məsələn bu model 2-nin ayaqqabının çəkimlərini bölüşdürürük. Bir dəfə məsəl üçün restoranda, bir dəfə çöldə, bir dəfə evdə, bir dəfə düz belə dümdüz ayaqqabının özü, bir dəfə modellə ayaqqabı, bildin necə? Bu formada fərqli-fərqli tərəflərdən həmin ayaqqabının təqdimatı. Eynisi də bu formada bura olur. Üçüncü də belə olur və bu formada gedir. Tutdu mu məsələn model 1 tutdu. Daha sonra bu formada məsələn model 1-in bu da olduğu kimi qalır. Dəymirik, dayandırmırıq, o birisi dayandırmır. Buna pul qazandırmağa davam edirik. Bunlara toxunmayın. Bizim məqsədimiz daha çox qazanmaqdır, daha dərinə enməkdir. Üçüncü həftə gəldi və üçüncü həftə tutub axı bu reklam. Nə edirik? Məsələn, model 1-in restoran tərəfdən göstərən bir görsəllər. Daha sonra model 1-in toy üzərindən göstərilən rəsmləri. Bu formada təqdimat tərəfini dəfə dəyişirik. Məsələn, toyda, restoranda məsələn bunun içində var idi, düzdür? Model 1-in içində var idi. Amma burada bizim məqsədimiz onsuz da hardan təqdimatı deyildi maraqlı olan. Bizə maraqlı olan burada həmin modelin effekt verib verməməsidir, düzdür? Belə reklam seti məntiqində nə test etdiyini burada göstərə bilərsən. Kampaniya olaraq reklam seti büdcəsi məsləhət görürəm. Yəni, burada belə eləyin mütləq şəkildə, çünki bizim məqsədimiz pul qazanmaq deyil, test eləməkdir ilk növbədə. Bu formada irəliləsən, daha çox fayda alacaqsan, öz kütləvi daha yaxşı tanıyacaqsan, məhsulları daha yaxşı tanıyacaqsan və daha rahat alacaqsan. Bu dərsdə məndən bu qədər. Bu paylaşdığım məlumatlar əslində çox dəyərli məlumatlardır. Amma bu YouTube kanalında çalışıram ki, heç bir filtr olmadan bütün məlumatlarımı, öyrəndiklərimi paylaşım. Çünki inanıram ki, mən öyrənmişəmsə bunu kimdənsə və yaxud eksperimentlərimin nəticəsində mən də kiməsə öyrətsəm, onun üçün də faydalı olar. Daha sonra o da kiməsə öyrədəcək, yenə də bumerang kimi gəlib qayıdacaq mənə. Bu inancdayam mən. Özünüzə yaxşı baxın. Gələn videoda görüşərik. Kanala abunə olmağı unutmayın əgər izləyirsinizsə axıracan. Mənə böyük bir motivasiyadır bu.